Güzel transformasiya nəticəmiz var. Gözəl dəyişim nəticəmiz var. Bir aya 5 plus, yəni 5 kilodan da çox nəticəmiz var və buradan da belə yaxından göstərim. Gözəl xanım idi, amma indi daha çox, yəni biz kollagen fibroblast olaraq artmışıq, əzələ toxuması olaraq artmışıq. Artıq üzün o almacıqları, bu oval quruluşunu qaytarmışıq. Bədəndə konfigurativ kökəlmə baş verir. Yağ toxuması çıxsın ora-bura deyil də, gözəl. Və bu az öncə də dediyim kimi əslində ciddi ədəbiyyatda, nəzəriyyədə deyilənin daha dərinə, əksinə getmişik. Çünki nəzəriyyə deyir ki, aya maksimum 1 kilo kökələ bilərsiniz. Biz nə elədik? 5 kilo kökəldik. Çünki bu mənim konseptimdir. Mən başa düşürəm ki, bizim coğrafiyanın insanı üçün aya 1 kilo kökəltməyə olan rəyi arxarda. Ona görə kökələn bir pasiyentimiz öz fikrini desin. Necə idi? Diyeta çox yaxşı. Yəni, düzdür, bundan qabaq da mən qidalanmama fikir verirəm, amma yəni irəliləyiş olmurdu. Çox sağ olun, sizin yadınızda. Mənim yadımda, siz ki, doktor, mən yiyən insanım, yiyirəm, içirəm, 200 qram artmır. Mən həmişə deyirəm, kökəlmək istəyənlərin, zefçi çəkənlərin iki tipdir. İştahası az olub kökələ bilməyənlər və yaxud da iştahası olub yiyirlər kökələ bilməyənlər. Siz onlardan iştah var, yeyirdiniz, kökəlmirsiniz. Bu daha çətin kateqoriyadır ki, burada ciddi müalicələr tələb edirdi ki, etdik müalicələrimizi, ciddi müalicələrimizi görürsünüz. Çox şey düzəldi. Üzdə parıltı, dərinin gözəlləşməsi. Tərəddüdlü idim ki, mən artaram, çəki, amma çox sağ olun. İndi inşallah bir 5 kilomuz yedir. Bəli, biz hədəfimiz 10 kiloqram idi. Bir aya 5 artıq, ikinci ayda 5 kiloqram atırıq, 10 kilo bəsimizdir. Kökəlmək üçün də mütləq vacibdir ki, əzələ toxumasından kökələk və yağdan parçalanaq. Amma reproduktiv sistemin orqanlarının ətrafında müəyyən vacib yağ toxuması olmalıdır ki, ginekoloji göstəricilərimiz üçün çox önəmlidir. Və burada biz armudvari kökəlmişik. Düzdürmü Şahinsa xanım? Özünüz razısınız quruluşunuzda. Demək necə? Məsələn, bir rəqəmi deyim. Demək, bura nəzər salmaq istəyirik. Əvvəl bel xəttimiz 63-68. Bu nə demək idi? Bel xətti ilə qarın xəttinin arasında cəmi 5 cm məsafə var idi. Yəni, konfigurativ olaraq dördkünc bədən tipi idi. Burada biz armudvari quruluşu əmələ gətirməli idik. 63 olan maksimum 65-ə qalxıb, yəni 2 cm biz bel xəttindən artmışıq. 5 kiloqram kökəlməyə rağmen cəmi 2 cm. Bu ideal bir göstəricidir. Amma necə deyək, göbəkdən də aşağı xətt hardakı sağrı nahiyəsinə gəlib çıxır, armudvari quruluşu əldə etmək üçün, qadın bədən tipli kökəlmək üçün, yəni